Formativ qiymətləndirmə nədir? Müəlliməm, formativ qiymətləndirmə, məsələn, şagirdin olmalı olduğu yerdən olacağı yerə qədər getməsidir. Məsələn, şagird hər hansı bir yerə, məsələn, hədəf qoyur, irəli doğru gedir. Yəni, formativ qiymətləndirmə. Hər hansı bir dərsi, mövzunu izləmək müəlliməm. Açar sözlərini deyirəm mən, buna görə biraz belə şey olur. Günəş müəllim. Bəli, müəllimə. Formativ qiymətləndirmə hansı suallara cavab tapır? Formativ qiymətləndirmə. Məsələn, şagirdin hədəfi nədir? Şagirdin mövcud vəziyyəti necədir? Yəni, hal-hazırda öyrənməli olduğu məsələlərdən nə qədər xəbər var da, yəni xəbərdardır. Şagird məqsədinə necə çata bilər? Sonra orada var idi ki, yəni nəyi etməlidir ki, o hədəfə çatsın? Bəli. Şagirdin hədəfi nədir? Şagird nəyi öyrənəcək? Şagirdin mövcud vəziyyəti necədir? Yəni, hal-hazırda öyrənməli olduğu məsələlərdən nə qədər xəbərdardır? Şagirdin məqsədini necə çatdıra bilər? Yəni, nəyi etməlidir ki, hədəfə çatsın? Bu suallara cavab tapır. Türkan müəllim, Yeganə müəllim, İradə müəllim. Siz müəllim, axşamınız xeyir, necəsiz müəllimə? Axşamın xeyir olsun. Axşamınız xeyir müəllim. Türkan müəllim. Axşamınız xeyir müəllimə. Axşamın xeyir İradə müəllim. Yeganə müəllim, formativ qiymətləndirmənin axşamınız xeyir müəllim, Günel müəllim. Yeganə müəllim, formativ qiymətləndirmənin vacib xüsusiyyətləri var. Bu xüsusiyyətlər hansılardır? Bəli. Müəllimə, o xüsusiyyətlərdən biri odur ki, müəllimə 14 dənə o xüsusiyyəti var idi. Müəllimə, təlim nəticələrinin uyğunluğu idi. Müəllimə, qiymətləndirmə meyarlarının olması idi. Daha sonra müəllimə, effektiv əks əlaqə idi. Bir də müəllimə, davamlı müşahidənin aparılması idi. Bəli. Yəni, burada bildiyimiz kimi budur. Yaxşı. Effektiv əks əlaqə. Türkan müəllim. Türkan müəllim, eşidirsiniz? Müəllimə, bəli, eşidirəm. Effektiv əks əlaqə o deməkdir ki, yəni müəllim şagirdin nailiyyətini davamlı şəkildə izləyir. Sonra? Şagirdlərə rəy verilməsidir, müəllimə. Günəş müəllim, siz buyurun, effektiv əks əlaqə. Müəllimə, effektiv əks əlaqə elə bir ki, müəyyən məqsədə çatmağa xidmət edir də. Hal-hazırda şagird üçün çox faydalıdır bu. Effektiv əks əlaqə həm formativ, həm də summativ olur. Məqsədə görə. Yaxşı, formativ əks əlaqə nədir? Summativ əks əlaqə nədir, müəllimə? Formativ əks əlaqə də elə bil ki, düzgün istiqamətləndirir şagirdi. Məsələn, məqsədinə çatdırmaq üçün inkişaf etdirir. Summativ, elə bil ki, formativ əks əlaqə şagirdi summativ o qiymətləndirməyə qədər inkişaf etdirir. Yəni, ora qədər şagird inkişaf edir. Bəli, formativ əks əlaqə summativ qiymətləndirməyə qədər şagirdi inkişaf etdirir. Bəs gəlir summativ qiymətləndirmə nədir? Summativ qiymətləndirmədə də şagirdin qazandığı biliklər ortaya qoyulur da. Burada şagird özünü göstərir. Bəli, burada hansı ki qazandığı bilik, bacarıq, nəticəsi ortaya qoyulur, dəyərləndirilir. Bəli, şagirdin qiymət verilir. Bəli, qiymət verilir, artıq müəyyənləşdirilir. Bəli. Yaxşı, əks əlaqənin növləri Nurlana müəllimə. Müəllimə, bizdən səsli gedir sizə. Mikrofonu açıq qoymuşam, biraz səsli küylüdür. Bəli, gəlir, səs üz gəlir müəllimə. Nurlana müəllimə. Bəli, müəllimə. Əks əlaqənin növləri deməli müəllimə, hər hansı bir təsviri əks etdirir. Məsələn, konstruktiv əks əlaqədir,
Sonra oradan səhv eləmirəmsə burada destruktiv əks əlaqə də var. Amma destruktiv əks əlaqə keçmişə yönəlik nə idi? Bəli. Elə bil ki, konstruktiv rəy isə gələcəyə yönəlmiş rəydir. Yəni bizim bu dəqiqə tətbiq etdiyimiz, şagirdlərlə xoş münasibət görməyimiz, davranışımız, yəni şagirdlərin özünə qarşı olan, yəni keçmişə yox, gələcəyə yönəlmiş bir rəy kimi, yəni konstruktiv əks əlaqəmiz də vardı. Sonra əks əlaqənin başqa korrektizə etmək, yəni əks əlaqəsi də burada var idi. Korrekt Yəni əks edici. əlaqə müəllimlə şagird arasında, şagirdlə müəllim arasında, lazım olsa valideynlə şagird arasında da əks əlaqə qurmaq, yəni çox belə vacib məsələlərdən biridir. Məsələn, əks əlaqə şagirdi irəliyə aparır. Məsələn, qoyulmuş bir məqsədə çatdırır. Ona yardım edən bir prosesdir da, yəni əks əlaqə edən şagird, müəllim bir-birlərini tanıyır. Yəni bir-birləri ilə ünsiyyət var. Yaxşı. Günel müəllim. Günel müəllim. Mən dinləmək istəyirəm müəllim, onun üçün dinləyim, qulaq asmaq istəyirəm sadəcə görüm. İradə müəllimdir, Türkan müəllimdir. Sonra Dürdanə müəllimdir. Müəllimə İradə müəllim də deyirdi ki, mən dinləyici kimi qoşulmaq istəyirəm, əgər mümkünsə. Bəli, buyursun, dinləyici kimi də qoşulsun, fərq etməz. Yəni öyrənirik burada. Dürdanə müəllim. Çox. Yaxşı, Türkan müəllim. Bəli, müəllimə eşidirəm sizi. Türkan müəllim. Korrekt edici əks əlaqə nə deməkdir? Korrekt edici. Bəli. Bilmədim müəllimə. Tutaq ki, şagirdə tapşırıq veribsən, Türkan müəllim. Şagird görürsən ki, tapşırığı səhv eləyir. Səhvlərə baxırsan, görürsən, düzdür. Bəli. Yəni burada artıq bu zaman şagirdə doğru informasiya və ya konsepsiyaları hazır şəkildə təqdim edilir. Məsələn, şagird mətni oxuyur, sözü düzgün tələffüz etmir. Müəllim sözün düzgün tələffüzünü səsləndirir. Deyir ki, uşaq oxuyur, papaq. Müəllim deyir ki, Türkan düz oxumadın. Papaq yox, papaq. Tələffüz qaydasını deyir. Və yaxud da riyaziyyat müəllimi də baxır görür ki, şagird misalı düz eləməyibdir, düsturu unudubdur. Düsturun hazır formasında şəkildə, yəni düsturun özünü verir. Deyir, bax düstur budur, onun yadına salır. Və deyir ki, misal bu düsturla elə təqdim eləyir. Bu nədir? Korrekt edicidir. Aydın oldu müəllim. Bəli. Bəli, aydın oldu. Aha. Çox sağ olun. Yeganə müəllimə. Yeganə müəllim. Bəli. Yeganə müəllim, təsviri əks əlaqə nə deməkdir? Bəli, təsviri əks əlaqə o elə bir ki, müəllimlərin yerinə yetirib yetirmədikləri təsvir olunur da müəllimə burada. Yəni onların uğurları, çatışmamazlıqları haqqında fikir bildirilir. Burada müəllimə məqsəd şagirdin diqqətini, tapşırığını, elə bir ki, necə deyim, hissəsini uyğun olub olmamadığını şagirdin diqqətinə çatdırmaqdır. Öz fənnin üzrə buna bir misal göstərə bilərsən? Yəni məsəl üçün müəllim şagirdin burada müəllim necə deyim müəllimə dərsi necə mənimsəyib, o şagird dərsi necə şagirdə necə aydın olub. Bax tutaq ki, sən 10 dənə tapşırıq vermisən müəllimə. Şagirdə. Fənnin nədir? Yeganə müəllim. Bəli. Texnologiya müəllim. Texnologiyadan çox tapşırıq vermirsən. Baxıb görürsən ki, Həsən adında şagirdin tapşırığın 7-sini düz eləyib, 3-ünü səhv eləyibdir. Və burada
bunu baxırsan, onun uğrunda göstərirsən. Deyirsən ki, bax 7 dənə tapşırığı düz eləmisən burada. Amma 3 tapşırığı düzgün eləməmisən. Bu 3 tapşırığı düzgün eləməmisən. Yəni çatışmamazlığında göstərirsən. Yəni o düzgün uğurunu da göstərirsən. Başa düşdün? Bəli. Ha burada məsələn tutaq ki, Azərbaycan dili dərsidir. Azərbaycan dili üzrə mən qoy bir izahat verim. Tutaq ki, vermişəm uşaqlara ismin hallarına aid 10 cümlə. Fikir verirəm ki, Leyla adında şagirdim. İsmin hallarını hallandıran zamanı düzgün hallandırmayıb, təsirli halı və yaxud da yönlü halı düzgün hallandırmanı yerinə yetirməyibdi. Və orada göstərirəm ki, bəs adlı halı düz göstərmisən, yəliyi düz göstərmişsən, çıxışlığı yerli, amma təsirli halla yönlü halı düz göstərməmisən. Düz yerinə yetirməmisən, ayırmamısan. Şagird bilir ki, mən nəyi düz eləmişəm, nəyi düz eləməmişəm. Və yaxud da tutaq ki, tarix dərsidir. Uşağa da vermişəm, tutaq ki, Atropatena dövlətini keçmişəm. Deyirəm ki, xronologiya qurun. 10 dənə test yazın, buna aid nümunə yazın. Baxıram, görürəm ki, uşaq məsəl üçün 5 testi düz yazıbdı, xronologiyanı düzgün qurubdu. 5 testin xronologiyasını düz qurmayıbdı. Konkret olaraq göstərirəm ki, bax bu 5 dənəni düz qurmusan, bu 5 testi isə düz qurmamısan. Düzgün ardıcıllığı göstərməmisən burada. Şagird bilir ki, mənim səhvlərim hardadır, ona konkret olaraq göstərirəm. Günəş müəllim. Bəli, müəllim. Günəş müəllim, konstruktiv əks əlaqə nədir? Hə, konstruktiv əks əlaqədə elə ki, şagirdə tapşırıq verilir. Şagird tapşırığı yerinə yetirir və orada o bilir ki, nəyisə səhv etdiyinin yolları göstərilir də. Yəni o haqda məlumat verilir. Səhvi necə düzəltmək lazımdır. Ay sağ ol. Bax, məsələn, təsvir edici əks əlaqədə diqqət yetirək. Müəllim onun düzgünlüyünü də yoxlayır, göstərir, səhvini də. Amma yolunu göstərmir. Bəli, Burada isə artıq o səhvi necə aradan qaldırmağın yolunu düzəltməyini də, yolunu da göstərir. Burada isə konstruktiv əks əlaqədir. Günəş müəllim, öz fənninə aid misal göstərə bilərsən? Məsəl üçün, qatlama tikişin salınma üsulunu müəllim şagirdə başa salır, şagird səhv edir. Orada o başa salır ki, onu 90 dərəcə bucaq altında qatlalamalıyıq, 90 dərəcə bucaq altında əyəlməliyik, 2-3 millimetr sağa qatlalamalıyıq, sonra 6-8 millimetr ara buraxmaqla, yəni o şagird orada səhvlər edir, səhvin başa salır ki, sən 6-8 millimetr də burada buraxmalıydın, sonra qatlama tikişin yerinə yetirməliydin. Düzdür, əhsən. Nurlana müəllimə. Bəli, buyurun. Motive edici əks əlaqə nədir? Bəli, müəllimə, motive edici əks əlaqə ilə çox gözəldir. Bir növ motivasiya verir, şagirdi dərsə həvəsləndirir. Yəni orada bir növ cəlb etməkdən də yəni bəhs etmək olar. Elə bir ki, müəllimə, həmin bu motivasiya edici əks əlaqədə məsələn şagirdin gördüyü nəticəyə yox, prosesə yönəlməlidir. Yəni müəllim şagirdin ən çox uğurlarını vurğulamalıdır. Yəni şagirddə emosiyaya yəni üstünlük verməli deyil da. Məsələn, deməli deyil ki, afərin, çox gözəl yazmısan. Mən də elə öz ixtisasıma uyğun bir misal çəkə bilərəm ki, məsələn, şagird muncuq hörməni düzəldib gətirib, mən ona deyə bilmərəm ki, afərin, ağıllı, çox gözəl muncuqlardan çox gözəl əl işi qurub gətirmirsən da. Ev tapşırığını sən yaxşı bilirsən. Yoxsa sən sinifin ən nümunəvi şagirdlərindən. Yəni belə söz demək olmaz şagirdə.
şagirdə ancaq yəni gələcəyə yönəlmiş rəydən istifadə etmək olar ki, çox gözəl düzəltmisən, amma bundan da gözəl düzəldə bilərsən. Bilirəm ki, yəni bundan da gözəl düzəltməyə əl qabiliyyətin var. Yəni şagirdə dərsə qarşı motivasiya yaradır, həvəsləndirir. Əhsən Nurlan. Emosiyalara yönəlmirlər. Bəli. Yəni emosi- emosiyaya yönələn rəy verəndə məsələn deyirsən ki, afərin sən bir dahisən. Artıq burada şagird nəyi düz elədiyini bilmir. Onun şəxsinə verdi. Düzdür? Amma biz şagirdin fəaliyyətinə verməliyik rəyi. Şagird hansı işi görübdü? Bu hansı nailiyyəti əldə edibdi? Konkret olaraq fəaliyyətin vurğulamalıyam. Fəaliyyət məsələn deyirəm ki, bəli, adlı halın cümlədə vəzifəsini, yəli halın cümlədə vəzifəsini, təyin vəzifəsini düz göstərmisən, amma ismin zəriflik halında cümlədə vəzifəsini düz göstərməmisən. Artıq şagird bilir ki, mənim səhvim nədir, düzüm nədir. Adlı qaldı olan cümlənin vəzifəsi, mübtada vəzifəsini göstərib. Tamamlıq vəzifəsini yönlük halda, yerli halda, çıxışlıq halda göstərib. Amma ismin zəriflik mövqeyin düzgün göstərməyibdir. Artıq şagird bilir ki, mən harda səhv elədim. Düzümü də dedi müəllim, səhvimi də dedi. Dedi, bəli, üçünü bunları düz göstərmisən, birini isə düz göstərməmisən. Zəriflik halında cümlədə vəzifəsini, ismin düzgün göstərməmisən. Artıq orada şagird həvəslənir ki, mənim 3 düzüm var. Orada afərin sözünü işlədə bilərik. Afərin, üçünü düz eləmisən. Bax, burada bir dənə səhvin var. Bunu da diqqətli ol. Təlimata bax, yenidən elə. Artıq burada şagird həvəslənir, irəli baxır. Amma biz, yox, afərin, zəhmət olmasa bağlayın. Afərin, sən bir dahisən, həmişə yaxşı edirsən. Artıq şagirdə özündə bir arxanlıq yaranır. Başlayır, uşaq elə bil ki, irəliyə getmir. Da elə mən yaxşıyam, hamıdan yaxşıyam, bu cür getdikcə geriləmə baş verir. Əslində bu cür düzgün deyil, yəni emosiyaya yönəlik rəy verilməməlidir. Əksinə biz uşağa elə rəy verməliyik ki, uşaq o rəydən həvəslənsin. Açıq düşüncə tərzini formalaşdırsın uşaqda. Günəş müəllim. Bəli, müəllim. Əks əlaqənin məzmunu var. Yəni bunlara aid olanları de. Konkret adlarındır. Hə, öyrənmə prosesi haqqında əks əlaqə, məzmun haqqında əks əlaqə, bir də məhsul, nəticə. Ay, sağ ol, əhsən. İndi öyrənmə prosesi haqqında əks əlaqə nədir, onu deyin. Hə, öyrənmə prosesində burada əks əlaqə elə bir ki, şagird məsəl üçün öyrənmə strategiyasına, metoduna fokuslanır. Məsələn, burada şagird elə bir ki, özünün problemini həll edir. Məsəl üçün, yaxşılaşdırmağa nail olur da. Proses haqqında, məsəl üçün, verilən əks əlaqədir, konstruktiv olmalıdır, təsviri olmalıdır, motivə edici, korrekte edici olmalıdır. Aha, əhsən. Türkan müəllim. Yeganə müəllim. Bəli, müəllimə. Türkan müəllim. Və məzmun haqqında əks əlaqə. Məzmun. Şagirdin burada elə bir ki, təqdim etdiyi tapşırıq məzmuna uyğun olmalıdır. Material dəqiq olmalıdır. Aktuallığını, öz aktuallığını qoruyub saxlamalı. Yəni məzmuna uyğun olmalıdır o verilən informasiya. Bəli, əhsən, düzdür. Yəni məzmuna uyğun olaraq biz rəy veririk, əks əlaqə veririk. Tutaq ki, mən bu günləri keçmişəm mədəniyyət mövzusun. Mədəniyyət mövzusuna aid mən əks əlaqə göstərməliyəm şagirdə. Ona aid olmalıdır. Məsələn, test tapşırıqlardır da, məsəl üçün o dərsə uyğun. Bəs yaxşı, Yeganə müəllim. Yeganə müəllim. Bəli. Məhsul haqqında əks əlaqə nə deməkdir? Müəllimə, məhsul haqqında əks əlaqə o deməkdir ki, müəllimə, burada summativ olur da, yəni yekunlaşdırıcı olur. Necə deyim, müəllimə,
tamlığı, keyfiyyəti, meyarları tələblərə uyğun olmalıdır. Bəli, yəni burada artıq şagirdin gördüyü iş bir nəticə var. Həmin nəticəyə uyğun məhsul haqqında əks əlaqə verilir. Bəli, summativ, yekunlaşdırıcı da olur. Düzdür. Yəni bu məzmunda həyata keçirilir. Günəş müəllim, biz dedik ki, formativ qiymətləndirmə eyni zamanda onun əsas vacib xüsusiyyətindən biri də davamlı müşahidənin aparılmasıdır. Bəs yaxşı, davamlı müşahidənin aparılması nə deməkdir? Davamlı müşahidə odur ki, məsələn, bütün qiymətləndirmədir, hamısı izlənməlidir. Şagirdin inkişafı izlənilir də burada. Bəli, burada sinifdə gedən bütün proseslər, nə kimi proseslər var? Qiymətləndirmənin, məsələn, ayrılmaz hissəsi də. Məsələn, formativ qiymətləndirmədə müşahidənin xüsusi rolu vardır. Çünki bu zaman şagirdin anlamasını ölçməyə, təlimi ehtiyaclarını, fəaliyyətlərini dəyərləndirməyə, onların inkişaf etdirməyə imkan olur. Formativ qiymətləndirmədə müşahidənin səmərəli aparılması üçün açar məqamlar vardır. Açar məqamlar hansılardır, Nurlana müəllimə? Davamlı prosesin olmasıdır. Bəli. Davamlılığın açar sözlərini deyirsiniz müəllimə. Bəli, Bu davamlı müşahidənin açar formal və qeyri-formal olmasıdır. Səmərəli əks əlaqə üçün faydasının olmasıdır. Sonra qeyri-verbaldır. Yəni bunları deyirsiniz müəllimə, qeydiyyatın aparılmasıdır. Özünü qiymətləndirmədir. Bəli, sinifin dinamikasının alınması, qeydiyyatın aparılması, özünün qiymətləndirməni dəstəkləmək üçün. Yaxşı, Necə burada müəllimə? Formal və qeyri-formal müşahidə də belədir ki, məsələn, qeyri-formal müşahidə bütün dərs zamanı aparır. Amma formal müşahidə isə daha ayrı strukturda, daha aydın şəkildə, başqa-başqa, yəni ümumiləşdirici bir formada aparır. Bəli, yəni burada formal müşahidədə artıq buna əvvəlcədən hazırlaşılır. Yəni amma qeyri-formalda isə bütün dərs zamanı aparılır, qeyri-formal olur. Günəş müəllim. Bəli, müəllimə. Səmərəli əks əlaqə üçün faydası nədir? Səmərəli əks əlaqənin faydası. Burada elə bir ki, informasiya toplanır da. Aha, düzdür. Şagird toplanan elə bir ki, informasiya təzədən şagirdə verilir. Əks əlaqə qurulur, istifadə edilir. Düzdür. Yeganə müəllim. Bəli, müəllim. Şagirdin təlim ehtiyacı haqqında məlumat toplanması. Yəni bu davamlı müşahidənin aparılmasının nə kimi əhəmiyyəti var? Şagirdin təlim ehtiyacları haqqında məlumatın toplanmasında. Müəllimə, burada şagirdlərin öyrənmə üçün fərdi xüsusiyyətlərini müəyyənləşdirməyə xidmət edir də müəllimə. Bəli. Necə tapşırıqlar necə yerinə yetirdiklərini, sonra müəllimə orada var idi. Yanaşma tərzləri də müəllimə. Bəli, öyrənmə tərzləri, şəxsiyyət növünə bəli münasibət, fənə münasibət, sonra müəllimə sosial bacarıqların mövcudluğu bunların əldə olunmasına xidmət edirdi. Bəli. Türkan müəllim. Türkan müəllim. Bəli, müəllim. Türkan müəllim, bəs qeyri-verbal informasiyanın oxunması üçün müşahidənin rolu nədir? Bədən dilidir, jestlər, mimik. Qeyri-verbalda jestlərdir, jest və mimikalardan istifadə. Bəli, yəni o şagirdlərin də, şagirdin bədən dili, mimikası, qeyri-verbal siqnalları, emosional vəziyyəti, mövzunu anlamaları haqqında məlumat verir. Müəllim bilir ki, bu uşağın üzünə baxanda bilir ki, onun bədən dilindən, üzünün mimikasından bilir ki, bu uşaq bu dərsi anladı, anlamadı. Tutaq ki, mən Atropatena dövlətini keçirəm, sinifimdə 15 uşaq var.
Mən elə o uşaqların üzünə baxanda bilirəm ki, bu 5 uşaq bunu daha yaxşı anladı. Tutaq ki, 3 uşağın bunu heç anlamadı. Artıq mən o müşahidə əsasında bilirəm. O bədən dilindən, mimikasından, jestindən bunu anlayıram. Yaxşı, Bəli, Günəş müəllimə. Bu müəllim. bir növdə məntiqi təfəkkürə əsaslanır. Məsələn, müəllim orada da var idi da. Bəli. Verbal düşünmə, bir də qeyri-verbal düşünmə. Elə bir verbal düşüncə, məsələn, düşüncələrimizi dilə gətiririk. Amma qeyri-verbalda da məsələn xəritədir, sxemdir, cədvəldir, nə isə bunu çəkirik. Burada bilirsən Nurlana müəllimə necədir? Burada qeyri-verbal informasiya odur ki, mən uşağın hərəkətindən, mimikasından, jestindən bilirəm ki, bu uşaq mənim bu gün keçdiyim mövzunu anladı, anlamadı. Mən bunu müşahidəm əsasında ondan görürəm. Günəş Analogiya yarattım da indi. Bəli. Verbaldan qeyri-verbala analogiya yarattım, bir də inteqrasiya elədim. Günəş müəllim, sinifin dinamikasının anlaşılması, yəni müşahidənin sinifin dinamikasının anlaşılmasında əhəmiyyəti nədir? Müəllimə, burada elə bir ki, hansı şagird passivdir, aktivdir? Yəni bu vəziyyətləri. Bəli, Şagird yəni pasiv şagirdlər dərsə cəlb olunub bəli, həm sinif yoldaşları ilə, həm müəllimlə, bəli. Bəli, ünsiyyətini müəyyənləşdirir. Müşahidə aparır, görür ki, məsələn, uşaq var qruplarla işlə və yaxud da fərdi işdə olsun və yaxud da ki, kollektiv işdə olsun. Necə ünsiyyətə girir, necə özünü aparır, necə məsələn, bəli, ünsiyyətdə olur, aktivdir, passivdir, fəaliyyəti necədir, bütün bunları müşahidə eləyir. Yeganə müəllim, bəs qeydiyyatın aparılmasında müşahidənin rolu nədir? Müəllimə, qeydiyyatın aparılmasında müşahidə müəllimə, müəllimə, burada qeydlər valideynlər, şagirdlər, sonra müəllimlər müzakirə zamanı, dərslərin planlaşdırması zamanı istifadə olunur. Bəli, müşahidənin nəticələri. Burada həm müəllim, həm şagird, bəli, həm müəllim, həm şagird, bir də valideynlər. Bəli. Nurlana müəllimə, özünü qiymətləndirmənin dəstəklənməsi üçün bunu necə izah edərsən? Müəllimə, özünü qiymətləndirmənin dəstəklənməsində, məsələn, burada ən çox şagird görünümlülükdən söhbət gedir. Məsələn, şagirdin maraq və tələbatı üzə çıxarılır. Sonra sinifdə dəstəkləyici mühitin yaradılmasına xidmət edilir. Yəni, sinifdə olan şagirdlərin bu dinamikliyindən, yəni, məsələn, nə bilim, şagirdlərin bir-birinin özünü qiymətləndirməsindən söhbət aça bilərik. Düzdür. Günəş müəllim, formativ qiymətləndirmə zamanı hansı vasitələrdən istifadə olunur? Sual-cavabdır, sinif müzakirəsidir, yoldaş qiymətləndirilməsi, özünü qiymətləndirmə, bir böyüdür, qısa ümumiləşdirmə idi, düşün, paylaş, bölüş idi, şagird jurnalları idi. Sonra var idi orada şagirdlərin sual verməsi, yazması, doğru yanlış fikirləri, qısa ümumiləşdirmələr. Rubriklərdir, işıq fordur, 3-2-1-dir, bəli. Və bunlara uyğun da biz bu üsulları həyata keçirmək üçün də vasitələrdən istifadə edə bilərik. Yəni müşahidə üçün müşahidə vərəqləri, sual-cavab üçün qeydiyyat vərəqidir, tapşırıq vermək üçün çalışma verə bilərik. Çıxış biletləri üçün söhbət üzrə sorğu vərəqi, oxu üçün oxu bacarığı üzrə qeydiyyat vərəqi verə bilərik. Düzdür? Belə. Bura qədər vermişdim də, düzdür? Nurlana müəllimə. Nurlana müəllimə. Bəli. Deməli, formativ qiymətləndirmədə əsas vacib onun xüsusiyyətləri var idi. Hansılar oldu Nurlana müəllimə? Müəllimə, əsas vacib xüsusiyyətlərini siz 5 dənə vacib xüsusiyyətləri var da, yəqin onu deyirsiniz, ha müəllimə? Bəli, 5. Məsələn, orada 5 əsas xüsusiyyət demişdim ki, orada formativ qiymətlərin əsas strategiyasıdır 5. Orada nə demişdim? Təlim məqsədlərinin aydın şəkildə elan olunmasıdır. Bu onun əsas strategiyalarıdır. Bəli.
Effektiv, mümkün qədər vaxtında, rəyin vaxtında verilməsidir. bəli. Məsələn, spesifik olmalıdır, bəli. Rəy şagirdə həssaslıqla çatdırılmalıdır. İrəli aparan Şagird effektiv rəyin düzlüyünün effektiv sinif müzakirəsi şagirdlərin məqsədə hansı səviyyədə çatmasını müəyyən etmək üçün tapşırıqların təşkilidir. Şagirdlərlə qarşılıqlı öyrənmə və qarşılıqlı qiymətləndirmənin təşkilidir. Şagirdlərin öz öyrənmələrini idarə etməyə, özünü qiymətlərinə yönləndirilməsidir. Vacib xüsusiyyəti də budur ki, təlim nəticələrinə uyğunluğudur, qiymətləndirmə meyarlarının olmasıdır, elə effektiv əks əlaqədir, bir də davamlı müşahidənin aparılmasıdır. Effektiv əks əlaqəni də göstərdi ki, nələrdir effektiv əks əlaqə. Yaxşı, Günəş müəllim. Yeganə müəllim. Müəllimə. Bəli. Yaxşı, Günəş müəllim, keçmişə yönəlik rəy nədir, gələcəyə yönəlik rəy nədir? Keçmişə yönəlik rəy keçmişə yönəlik, gələcəyə yönəlik olmalıdır, keçmişə yönəlik olmalı deyil. Aha, keçmişə yönəlik rəy. Keçmiş destruktivdir, Bəli. gələcək də konstruktiv. Bəli, keçmiş Konstruktiv destruktiv rəydir, gələcəyə yönəlik isə konstruktiv rəydir. Biz uşağa həmişə konstruktiv rəy verməliyik. Emosiyalara yönəlik rəy nədir bəs? Emosiya elə bir ki, onu oxşayırsan da, əzizləyirsən. Yəni elə olmalı deyil də, emosiyalara yönəlik olmalı deyil rəy. Bəli, bir dənə misal göstər Günəş müəllim, emosiyaya yönəlik rəy. Məsələn deyirəm ki, afərin sənə Aysu, bu gün çox əla idin dərsdə. Belə olmalı deyil də. Məsəl üçün uşağa rəy verəndə deməliyəm ki, bu hissəsini, dərsin bu hissəsini düzgün başa düşmüsən də, ya düzgün təhlil aparmısan. Yəni belə olmalıdır, belə davam elə. Belə getsən irəliləyəcəksən. Yəni səhvini bildirə-bildirə uşağa başa sala-sala ki, harda doğrusan, harda səhvsən. Bəli, məntiqi təfəkkürü vermişdim təkrar. Bəli. Günəş müəllim, məntiq xətaları hansılardır? Boş adam xətası. Boş Mhm. sirkulyar arqumentdir, boş adam, özünü bənzətmə. Şəxsi qərərsizlik, müəllimə, çox mənalı danışmaq, skuryer arqument. Aha. Nurlana müəllimə. Nurlana müəllimə. Bəli, bəli. Hamı sarı don geyinir, mən də geyməliyəm. Bu hansı xətadır? Hamı deyəndə müəllimə cəmiyyət tərəfindən qəbul edilməz yaqın, toplum. Əhsən, düzdür. Yeganə müəllimə. Yeganə müəllimə. Bəli. Deyirəm ki, qonşum maşın alıb, mən də almalıyam. Özür bənzər. O özünü bənzətmə müəllimə. Bəli, bir nəfərə elə bənzətdim, düzdür. Günəş müəllim. Bəli, mənim. Ağacda alman dərdim, çürük çıxdı. Dedim, bu ağacın bütün almaları çürüydü. Boş adam. Boş adam. Yox. Daha diqqətli olun. Yox, boş adam. Həddindən artıq ümumiləşdirmə. Bəli, ümumiləşdirmə. Ağacdan bir dənə alma dərirəm. Elə baxıram, görürəm, qurtdu çıxdı. Deyirəm ki, bu ağacın almaları hamısı qurtdudur. Deməli, Həddindən artıq ümumiləşdirmə. Bəli, həddən artıq ümumiləşdirmə Bir apardım. dənəni hamıya aid elədim. Bəli. Yəni burada hamıya aid elədim də onu. Əslində düzgün deyil axı. Müəllim Həsənə deyir, Həsən, karandaşla oynama, dərsə qulaq as. Həsən deyir, karandaşla oynamıram, qutuya yığırdım karandaşları. Çox mənalı danışmaq. Bəli, Nurlana müəllimə, çox mənalı danışmaqdır, düzdür. Günəş müəllim, Bəli. deyirəm ki, Günəş müəllim elə gözəl tort bişir. Qayıdır Nurlana müəllim deyir ki, nə demək istəyirsən? Bəyəm mən tort bişirə bilmirəm? Sirkulyar arqument. Yox, Boş adam. boş adam xətasıdır.
Boş adam xətasıdır. Boş adam. Burada sirkulyarda məndədir. Deyirəm ki, yeganə müəllimə. Eşidirsən yeganə müəllimə? Yeganə müəllimə. Mən müəllimə eşidirəm. Deyirəm ki, Aysel, yatmaq vaxtıdır. Bəli. İndi yatmaq vaxtıdır. Deyir ki, çünki deyirəm ki, yatmaq vaxtıdır. Qayıdıb deyir ki, sabah səhər tezdən durmalısan. Deyir ki, hə, yatmaq vaxtımdır, sabah səhər tezdən duracağam. Sirkulyar. Bəli, bu sirkulyar arqumentdir. Heç bir əlavə bir arqument gətirmədi ki, düzdür. Bəli. Əvvəldən deyilmiş fikrə münasibətdir də müəllimə, sirkulyar arqument. Sirkulyar arqument də belədir ki, yəni yeni bir nəticə fikir arqument gətirmirsən də, elə irəli sürülən fikri olduğu kimi təkrarlayırsan. Bəli. Günəş müəllim. Bəli, müəllim. Qarğa quşdur, qarğanın dimdiyi var. Deməli, bütün quşların dimdiyi var. Bu hansı məntiqin düşünmə formasıdır? Qarğa quşdur. Bu induktiv. Düzdür. Nurlana müəllimə. Bəli, müəllim. Bütün analar uşaqlarını çox sevir. Nurlana da anadır. Deməli, Nurlana da uşaqlarını çox sevir. Bəli, müəllim. Nümunədən onda müəlliməm bütün quşlardan özümlə quşların anasını onda analogiyadır. Eyniləşdirirəm da. Nə deyirəm? Deyirəm ki, bütün analar övladlarını çox sevir. Nurlana da anadır. Bütün analar. Ümumidən xüsusiyə gəldim. Deduktiv. Bəli, deduktiv. Bəli. Bəli, ümumidən Günəş müəllim. Bəli, müəllimə. Müxtəlif məlumatların təhlili hissələrə parçalanaraq araşdırılmasıdır. Bu hansı məntiqi düşünmədir? Analitik. Bəli, analitik düşünmədir. Nurlana müəllimə. Problemi tez həll etmədə çətinlik çəkirlər. Yeni ideyalar axtarırlar. Bu necə düşünürlər? Yeni konvergent. Dahilər kimədir? Divergent. Divergent. Günəş müəllim. Bəli, müəllimə. Tez nəticəyə gəlmək qabiliyyətləri yüksək olur. İdeya fikirləri qiymətləndirməyi, seçməyi bacarırlar. Bunlar hansı düşünmədir? Konvergent. Kasıblar. Bəli, konvergentlər. Konvergentlər. Yeganə müəllimə. İki və daha artıq hadisə anlayış sistem arasında oxşarlığı müəyyənləşdirməyi bacarırlar. İki və daha artıq oxşarlığı müşahidə. Bunlar analoji müəllimə. Bəli, analojidir, düzdür. Nurlana müəllimə. Düşüncələrini dilə gətirirlər, ucadan oxumağı sevirlər. Səsli düşünməyi sevirlər. Bəli, bu verbal düşünmə. Düzdür. Günəş müəllim. Bəli, müəllimə. Nəticələrə görə bilmək, planlaşdırmaq, hər hansı bir şəkli, heykəli, maketi yaratmaq, xəritə ilə işləmək, kompasdan düzgün istifadə etmək bu hansı düşünmə formasıdır? Bu qeyri-verbal. Bəli, qeyri-verbaldır, düzdür. Yeganə müəllimə. Addım-addım mərhələli düşünmədir. O ardıcıl. Düzdür. Nurlana müəllimə. Anlayışları, konsepsiya, ideyaları təhlil eləmək, hissələrə parçalamaq, düzgün bölüşdürmək, daha da yaxşılaşdırmaq bacarığıdır. Sistemli. Bəli, bu isə sistemli düşünmədir, düzdür. Gələn dərs tənqidi təfəkkürü təkrar eləyərsiniz müəllimlər. Bəli, tənqidi təfəkkürü təkrar eləyəcəksiniz. Bu dəfə isə formativ qiymətləndirmənin növbəti hissəsini keçiririk.
Deməli, sual-cavab. Nədir sual-cavab? Bildiyimiz kimi, dərsdə müəllim danışığının əsas hissəsini verilən suallar təşkil edir. Bir dərs keçən zamanı daha çox suallardan istifadə edirik ki, sualların verilməsi şagirdlərin dərsdə daha yaxşı mənimsəməsində mühüm rol oynayır. Sualların təsnif edərkən onları açıq və qapalı olaraq iki növə ayırırıq. Açıq suallar var, qapalı suallar var. Qapalı sual nə deməkdir? Yəni, bu sualın konkret olaraq bir cavabı olur. Yəni, faktoloji biliyə əsaslanır. Hə, yox cavabları ola bilir. Faktlara əsaslanır, yaddaşa əsaslanır, təfəkkürü inkişafını dəstəkləmir. Sual verən tərəf dialoqa nəzarət edə bilir. Məsələn, deyirəm, çaldıran döyüşü nə vaxt olubdu? O uşaq konkret bilir də, faktlara əsaslanır. Hə, deyir ki, 1514-cü il. Və yaxud Kadeş sülhü nə vaxt olubdu? Faktoloji sualdır, konkret bir cavabı vardı. Uşaq deyəcək, eramızdan əvvəl 1286-cı ildə. Yəni, bu nədir? Faktolojidir. Konkret olaraq bir cavabı vardı. Deyirəm ki, adlı qalın sualları hansılardır? Həsən. Həsən deyir ki, kim, nə, hara? Faktolojidir. Uşaq oxuyub bilir, konkret olaraq bir cavabı vardı. Açıq suallar amma təfəkkürə yönəlir. Şagirdin təxəyyülünün məhsulu olur. Fərqli cavablar olur. Müəllim bilir ki, elə bu sualı qoyanda hər bir şagirdin özünə məxsus olan cavabları olacaq. Şagirdləri düşünməyə, refleksiya etməyə zövq edir bu suallar, fikirləşməyi formalaşdırır, dialoqa nəzarəti şagirdlər həyata keçirir, şagirdin dərsə cəlb olunmasını təmin edir. Sənə görə sağlam həyat tərzi nədir? Tutaq ki, müəllim belə bir sual verirsə, hər bir şagirdin öz cavabı olacaq. Bu artıq açıq sualdır. Sinif müşahidələri göstərir ki, müəllimlər şagirdlərə daha çox qapalı suallar verirlər. Bu da bir qədər deyirik ki, problemli məsələdir. Çünki qapalı suallar adətən bir sözdən və ya qısa cavablardan ibarət olur. Bu, şagirdin yuxarı təfəkkür səviyyə bacarıqlarını tələb eləmir. Açıq suallara cavab verərkən şagirdlərdə kognitiv canlanma baş verir. Çünki sualın bir konkret cavabı olmur. Şagirdlər hər iki tip suallarla müraciət etmək lazımdır. Həm açıq sual, həm qapalı suallardan istifadə etmək lazımdır. Yüksək təfəkkür səviyyəsini inkişaf etdirmək baxımından açıq sualların verilməsi daha məqsədə uyğundur ki, şagirdlərdə yuxarı təfəkkür səviyyəsi formalaşsın. Sual-cavab prosesindən danışarkən nəzərə alınmalı olan bir məsələ də gözləmə vaxtının verilməsidir. Düşünmə vaxtının verilməsi verilən cavabların düzgünlüyü, əhatəliyi artır, cavabı tapa bilməyən şagirdlərin sayı azalır. Cavab vermək istəyən şagirdlərin sayı artır. Gözləmə vaxtı nə qədər olması məqsədə uyğundur. Məsələn, biz bəzən olur sualı verən zamanı heç 3 saniyə çəkmir, 5 saniyə çəkmir, uşaq sualın cavabını verir. Amma gözləmə vaxtı verən zamanı o ləng olan, pasiv olan şagirdlər də düşünməyə başlayır, suala cavab axtarır, cavab verir. Çətinlik səviyyəsindən asılı olaraq təxminən 10-30 saniyə, bəzən də 1 dəqiqə uşaqlara gözləmə vaxtı vermək lazımdır. Gözləmə vaxtının verilməsi nəticəsində şagirdlər axtarır, tapır, suala cavab verməyə səy göstərirlər. Amma gözləmə vaxtı verməyəndə artıq o ləng olan uşaqlar fikirləşir ki, müəllim elə 5 şagirddir, yaxşı oxuyur, tez cavab verir, hazırlığıdır. Onlardan soruşacaq, heç bizdən soruşmayacaq. Onda uşaq pasiv düşüncə tərzinə keçir, onda maraq olmur, marağı sönür, heç axtarıb araşdırmır, suala cavab tapmaq da istəmir. Əslində gözləmə vaxtının verilməsi bu problemlərin aradan qaldırılmasına şərait yaratmış olur. Şagirdin özünü qiymətləndirməsi və yoldaş qiymətləndirilməsi. Sinifdə qiymətləndirməni aparan təkcə müəllim deyil. Şagirdlər özləri də qiymətləndirmədən istifadə edirlər. Şagirdin özünü qiymətləndirməsi
öyrənmədə vacib məqamlardan biridir. Çünki şagirdlər öyrənmə məqsədlərinə nə vaxt çata bilirlər ki, bu məqsədlər və onlara çatmaq üçün nəyi ehtiyacları olduğunu başa düşsünlər. Şagird özünü qiymətləndirərkən bir tərəfdən metakognitiv düşüncəni tətbiq edərək öz öyrənməsini ölçür və təlim məqsədlərinə çatmaq yolunu harada olduğunu yoxlayır, digər tərəfdən də özü üçün öyrənmə strategiyaları və onları necə tətbiq edəcəyi barədə düşünür. Əgər şagirdlərin metakognitiv bilikləri olsa, müəyyən bir təlim fəaliyyəti üçün özlərinə daha əlverişli bir strategiya müəyyənləşdirə bilərlər. Deməli, özünü qiymətləndirmədə şagird iki fəaliyyəti həyata keçirir. Öz öyrənməsini ölçür və inkişafı üçün öyrənmə strategiyasını müəyyənləşdirir. Özünü qiymətləndirmə zamanı şagirdlər özləri ilə bir növ daxili dialoq halında olurlar. Burada vacib olan məsələ şagirdlərin daxili səslərinin formalaşmasının, yəni öz fəaliyyətlərini refleksiya etmələrinin daim müəllim tərəfindən dəstəklənməsidir. Bu cür dəstəklənmə sadə sualların, məsələn, mövzunu tam anladığını düşünürsənmi? Elədirsə, bunu necə sübut edə bilərsən? Kimi getdikcə isə daha mürəkkəb, məsələn, səncə hansı strategiyadan istifadə etsən, öyrənməni möhkəmləndirə bilərsən kimi sualların verilməsi ilə həyata keçirilə bilər. Özündən qiymətləndirmə adətən yoxlama cədvəlləri vasitəsilə aparılır. Bu yoxlama cədvəllərinin ölçülməsi lazım olan bilik və bacarıqların asılı olaraq dəyişə bilər. Məsələn, təsəvvür edək ki, müəllim şagirdlərin qrup müzakirələrindəki fəaliyyətlərini necə dəyərləndirdiklərini yoxlamaq istəyir. Bunun üçün şagirdlərə yoxlama cədvəlləri təqdim oluna bilər. Özünü qiymətləndirmə kimi yoldaş qiymətləndirməsi və şagird yönümlü qiymətləndirmənin əsas vasitələrindən də biridir. Burada yoldaş qiymətləndirilməsi şagirdlərin digər şagirdlərə rəy verməsidir və məqsədi şagirdlərin öyrənmə prosesində bir-birinə kömək etməsidir. Bu cür qiymətləndirmənin əhəmiyyəti təlimdə ona görə böyükdür ki, öz fəaliyyəti haqqında yoldaşından rəy alan şagird qədər həmin rəy verən şagird də bu prosesdən bəhrələnir. Çünki rəy verərkən şagirdlər təlim standartlarına, deməli, meyarları başa düşməyə köməklik eləyir, başa düşüb mənimsəyirlər ki, bu da onlarda öz fəaliyyətlərini qiymətləndirməyə imkan verir. Bu baxımdan yoldaş qiymətləndirilməsi və özünü qiymətləndirmə biri-biri ilə çox bağlıdır. Yoldaş qiymətləndirilməsi üçün sinifdə güclü dəstəkləyici mühit olmalıdır ki, şagirdlər arasında bir-birinə inam olsun. Verilən rəylər şagirdlər arası münasibətə xələl gətirməsin. Bu cür mədəni öyrənmə mühiti olan sinifdə şagirdləri başa düşürlər ki, onlar təkcə öz öyrənmələri üçün deyil, yoldaşlarının öyrənməsi üçün də məsuliyyət daşıyırlar. Bu məsuliyyətin bir hissəsi də hörmətə əsaslanan, konstruktiv, mühakimədən uzaq olan rəylərin verilməsidir. Yoldaş qiymətləndirilməsi xüsusi olaraq layihə və qrup işlərində şagird fəaliyyətinin qiymətləndirərkən böyük əhəmiyyət daşıyır. Çünki bu cür işlərdə, xüsusilə də sinifdən kənar iş zamanı müəllimin hər bir şagirdi müşahidə etmə imkanı olmur. Bu halda o şagirdlərin bir-birini qiymətləndirməsindən istifadə edə bilər. Biz öyrənmək üçün rubriklərdən istifadə edə bilərik. Rubriklərdə meyarları olan qiymətlər cədvəlidir ki, bunları təqdim edə bilərik. Adətən müəllim yoldaş qiymətləndirilməsi zamanı şagirdlərin bir-birini obyektiv qiymətləndirməyəcəklərindən narahat olurlar. Yəni, müəllimlər düşünə bilirlər ki, şagirdlər aralarında olan dostluq münasibətlərinə xələl gətirməmək üçün bir-birlərinin fəaliyyətini şişirdə bilərlər. Ya aralarında münasibətlər mənfi olarsa, onda sinif yoldaşına qarşı haqsız dəyərləndirmə apara bilər. Belə şübhələrin qarşısını almaq üçün müəllim
Bu barədə şagirdlə danışmalı, onlarda qiymətləndirmə bacarığı formalaşdırmalıdır. Şagirdlərə bunun üçün aşağıdakı istiqamətlər üzrə yoldaşlarının fəaliyyətini dəyərləndirməyi təklif edə bilər müəllim. Məsələn, yoldaşının işində, fəaliyyətində, davranışında bəyəndiyin bir şey qeyd elə, yoldaşının işində sənə maraqlı olan bir şey haqqında soruş, yoldaşının barəsində bir şeyi təklif elə. Bu cür deməli tapşırıqlar verə bilər. Bu cür dəyərləndirmə şagirddən yoldaşını diqqətlə müşahidə edib fikirlərini əsaslandırmağa tələb etdiyi üçün subyektivliyin qarşısını almağa kömək edəcəkdir.